Bu, Azərbaycanın stol üstü tennis üzrə kişi millisinin baş məşqçisi Mixail Timofeyevin səmimi karyera etiraflarını bir araya gətirən qısa xülasədir. Gəlin onun ən böyük peşmanlığından başlayaq. Yəni, baxın, Timofeyev Ming Chin kimi qürur duyduğu Avropa çempionları yetişdirib, amma 2017-ci il İslamiyadasının finalında İrana qarşı səhv heyət seçərək qızıl medalı əldən verməsini heç cür unuda bilmir. İkinci əsas məqamımız elə bu keçmiş acılara görə məşqçinin yeni nəslə bağladığı o böyük ümidlərdir. Təsəvvür edin, hazırda əsas yük cəmi 15 yaşlı Onur Quluzadənin çiyinlərindədir, lakin o son turnirdə mütləq çempion ola bilmədi, çünki tərəfdaşı Yağmur Məmmədlinin başı tamamilə dövlət imtahanlarına qarışmışdı. Timofeyev çox açıq etiraf edir ki, qadın idmançılarla işləmək qat-qat mürəkkəbdir, çünki onlar məşqçidən sanki həm ana, həm də ata olmağı tələb edirlər. O isə öz sərt xarakterinə görə ancaq ata ola bildiyini deyərək elə məhz kişi millisinə üstünlük verdiyini bildirir. Amma gəlin düşünək, bu doğrudan da kişi və qadın psixologiyası arasındakı universal fərqdir, yoxsa sadəcə məşqçinin öz sərt idarə etmə tərzinə haqq qazandırmasıdır? Qısacası, Timofeyevin bu hekayəsi bizə çox aydın şəkildə xatırladır ki, peşəkar idmanda ən çətin sınaq mükəmməl zərbə endirmək yox, həm kortda, həm də həyatda insan psixologiyasını düzgün idarə edə bilməkdir.